İnsan bu dünyada ləzzət almalıdır. Nədən? Allaha yaxınlıqdan. O ləzzət artan xətlə getməlidir. Ondan sonra əgər bu dünyada insan bu ləzzəti datmasa, axirət aşıqı ola bilməz. Axirət aşıqı bilirsiniz kimlərdir? Dünyada bu yaxınlığın ləzzətini dadırlar, deyirlər, görün orada nə var, nə yox. Görün orada nələr var. Əli əleyhissalam kimi. Əli əleyhissalam dünyada ikən Allaha yaxınlığın ləzzətini dadırdı. Ona görə də ölümü elə şövqlə arzu edirdi. Ona görə başına qılınc zərbəsi dəyəndə bu aydaydı. Dedi ki, Fustu və Rəbbil Kəbə. Yəni, artıq ləzzəti bu dünyada dadmağa başlayıb, o mənəvi ləzzəti. Və bilir ki, ölümlə gedir mütləq nəhayətsiz ləzzətə. Bu dünyada onu dadıb, artıq ürəyi döyünür ki, tez gedim o ləzzətin əslinə gedim çatım. Yoxsa dünyada ağrı, acı içində dindarlıq eləyən adamın ahirətə də heç istəyi olmayacaq. Dünyada dinindən ləzzət almayan adam heç vaxt cənnətin nə olduğunu anlaya bilməz. Dünyada da bir təhər neyniyim edayı məcburam da Quran göndərib oruç tutmalıyam. Bizim dindarlığımız bu həddədir. Eybi yox, yaydır, dözərəm bir təhər, hələ bir minnət də qoyuruq. Dözərəm bir təhər filan, ağrı az, güya ki, mömin yaman gündə bu dünyada yaşamalıdır, ağrı acı içində, həyatı acı zəhər olmalıdır, başqaları yiyib içib keyf eləməlidir. Mömin burada yaman gündə yaşayıb deməlidir, inşallah o tərəfdə yaxşı olacaq. Bu dindir, bu dindir, bu din deyil, bu dinsizlikdir. Bir din ki, dünyada insanın həyatına ləzzət qatmadı, o din deyil. Bir din ki, dünyanın həyatını insan üçün ləzzətə, əyləncəyə, keyfə çevirmədi, o din deyil. Amma keyfi baxır, nədə başa düşürsən. Siz Allah insafla deyin, indi bu ayda çörək yiyirlər, günün gün orta çağı su içirlər. Nə qazanırlar onlar sizdən artıq? Siz Allah yaşamaqdan onların ləzzəti çoxdur, ya sizin ləzzətiniz? İnsafla cavab verin. Bu anlar ki, siz yaşayırsınız, o su içib, çay içib, yemək yiyənlər var, günün gün orta çağ. Onlar başa düşmür ki, əslində nə baş verdi? Həyat ləzzətdən ibarətdirsə, həyat ləzzətə can atmaqdırsa, ləzzət təkcə yeməkdə deyil. Bəzən yeməməyin elə ləzzəti var ki, yemək o ləzzəti verə bilmir. Onsuz da həmin axşam oturub yemək süfrəsində çörək yiyəcəksən. Amma inanın, o iftar süfrələrinin də fəzası başqa cür olur. Onu oruç yiyənlər bilir, oruç yiyənlər onu dada bilmir. Oruç yiyən elə yiyir səhərdən axşama qədər. Amma yemirsən, oturursan süfrəyə, əgər həyatda ləzzət almaqdırsa, yenə də deyirəm, insan yeməklə ləzzətdən məhrum edir özünü. Amma yeməməklə o ləzzətə çatır. Sözümü yekunlaşdırıram, bir nöqtəni də deyim, sözümü tamamlayayım. İnsan dünyadan qopur, Allaha yaxınlaşır. Bu mənada deyil ki, adamları tərk edir. İnsan adamlardan ayrılır ki, Allahla təzdən adamlara tərəf qayıtsın. Bu dəfə Allahla qayıtsın. Allahsız cəmaatın içində yaşayır. Birdən qopur insanlardan Allaha tərəf, Allaha yaxınlaşır. Allahla əl-ələ verib qayıdır cəmaatın içinə. Bax, hədəf budur insanın yaşayışından. Cəmaatın içində olaq, Allahla olaq. Əlimiz Allahın əlində olsun. Ramazan ayı ictimai məsuliyyətləri ona görə xatırladır. İnsan Allaha yaxınlaşıb, ruhu o qədər böyüyüb ki, bütün bəşəriyyətin dərdi sığır ruhuna. Ona görə bu duanı hər gün biz eləyirik. Allahümmə əşbih kullə caih. Mən nə qədər böyümüşəm ki, deyirəm, ilah bütün acları doyuzdur. Allahümmə məqsu kullə üryan. Mən nə qədər böyümüşəm ki, ilah bütün çılpaqları geyindir. Allahum məqzi deynə kulli mədin. İlahi bütün borcların borclarını əda elə. Bütün borcluların dərdini çəkirəm. Allahummə əslih kullə fasidin min umuril muslimin. Görün dualarımız necə dəyişib. Çünki ruhən böyümüşük. İlahi müsəlmanların həyatında olan bütün çətinlikləri xeyri yöndə dəyişdir. Əslih kullə fasidin. İslah elə. Bir insan oruç tutursa, bugün müsəlmanların dərdini çəkmirsə, namazlarında, Yəməndə olan, Suriyada olan, İraqda olan, dünyanın hər yerində olan
Zülmə məruz qalan, qətlə yetirilən insanları yad eləmirsə ruhən böyüməyib. Onların dərdi ilə yaşamırsa ruhən böyüməyib. Təkcə müsəlmanların yox, dünyada zülmə məruz qalan hər bir insanın dərdini ürəyində çəkmirsə, o insan hələ ruhən böyüməyib. Allaha yaxınlığın birinci əlaməti ictimai siyasi agahlıqdır, həqiqəti tanımaqdır, insanların dərdini yaşamaqdır, insanlarla həmdərd olmaqdır.